Noxudu qaynat, qaynatdığın noxud suyu ilə üzvə maska ilə faydalarına inanmayacaqsan. Üz dərində nə qədər ölü hüceyrə var, hamısını yeniləyəcək, məsamələrini açacaq, üz dərini dartacaq və səni sözün əsl mənasında zaman keçdikcə cavanlaşdıracaq. Necə hazırlayasan, ekrandakı ürəyi qızart, videonun üzərindəki pil işarəsinə toxun və qulaq as. Götürürsən 1 stəkan noxudu, əlavə edirsən 1 dənə qazana, üstünə 3 stəkan adi su əlavə edib 15-20 dəqiqə yaxşı-yaxşı qaynadırsan. Sonra qaynatdığın noxudun suyun süzüb, həmin su ilə gündə 3-4 dəfə üz dərinin hər tərəfin yaxşı-yaxşı silirsən və yumursan. Qalır üzündə. Elə ilk gündən faydaların hiss edəcəksən. Dəyişimə inanmayacaqsan. Videonu qayd elə, məni mütləq takip elə və bu videonu hər kəslə paylaş ki, hər kəs bu videodan faydalana bilsin.